Deməli, biz oxşar dördbucaqlı və oxşar üçbucaqlı mövzusu ilə tanış olacağıq ki, oxşar dedikdə nə nəzərdə tutulur? Biri var 7-ci sinifdə biz konqruent fiqur anlayışı keçmişdik. Konqruent üçbucaqlar anlayışı ilə tanış olmuşduq. Mən konqruentlik deyiləndə deyirdim ki, yəni fiqurun eynisi nəzərdə tutulur, amma adı fərqlidir. Məsələn, əllərimiz eynidir, amma biri sağ, biri sol əldir. Adları fərqlidir. Amma oxşarlıqda, məsəl üçün, elə bir şeydən söhbət gedir ki, elə bir fiqurlardan söhbət gedir ki, fiqurların adları eynidir, amma ölçülərində fərq var. Belə deyək də, formaca eyni, uyğun xətti ölçüləri mütənasib olan fiqurlara oxşar fiqurlar deyilir. Formaları eynidir, yəni biri kvadrattırsa, digəri də kvadratdır. Amma bu xətti ölçüləri mütənasibdir. Və yaxud da biri çevrədirsə, digəri də çevrədir. Amma bunun məsəl üçün radiuslarının nisbəti və yaxud da ki, uzunluqların nisbəti mütənasibdir. Belə deyək, formaca eyni, uyğun xətti ölçüləri mütənasib olan fiqurlara deyirlər oxşar fiqurlar. Məsələn, bütün kvadratlar oxşardır, sonra müxtəlif radiuslu dairələr oxşardır. Bunlar oxşar fiqurlardır. Oxşarlıq haqqında necə bir məlumat verək? Oxşar dördbucaqlar nələrdir? Uyğun bucaqları konqruent. Uyğun tərəfləri mütənasib olan çoxbucaqlar oxşar çoxbucaqlardır. Dedik, uyğun bucaqları konqruent, uyğun tərəfləri mütənasib olan çoxbucaqlar oxşar çoxbucaqlardır. Məsəl üçün, biz bir A, B, C, D, bir dənə də məsəl üçün M, N, K, L, M, N, K, L, belə deyək, dördbucaqlısını götürək və onun oxşar olduğunu görsədək. Məsəl üçün, mən ağzımda A, B, C, D və M, N, K, L dördbucaqlısı dedimsə, hansı hərf? Məsələn, A hərfi birinci yerdədir, M hərfi birinci yerdədirsə, yəni mən nəzərdə tuturam ki, uyğun bucaqlar A bucağı ilə M bucağıdır. Uyğun bucaqları konqruent, yəni uyğun bucaqları bərabər olmalıdır. Uyğun tərəfləri isə mütənasib olmalıdır. Yəni tərəflərin nisbəti, dörd tərəfin bir-birinə nisbəti bir-birinə bərabər olmalıdır. Eyni qiyməti verməlidir. Yəni mən ABCD dördbucaqlısı deyəndə burada nəzərdə tuturam ki, nəyi nəzərdə tuturam? Tuturam ki, nəzərimdə bucaq A, bucaq M-ə bərabərdir və yaxud da konqruentdir də deyə bilərik. Belə də görsədə bilərik bunu. Bucaq M-ə, bucaq B konqruentdir. Bucaq N-ə, nə var? B ikinci yerdədir, dördbucaqlıda. İkinci təpə B-dir, burada da ikinci təpə N-dır. Sonra bucaq C konqruentdir, bucaq K. Bucaq D konqruentdir, bucaq L-ə. Həmçinin mən nə dedim? Dedim ki, bunun uyğun tərəfləri mütənasibdir. Uyğun tərəfi mütənasibliyi nədir uşaqlar? Uyğun tərəf mütənasibliyi nədir? Təmizləyək. Bildik ki, bunun uyğun bucaqları bunlardır. Bunlar bir-birlərinə konqruentdir və yaxud da konqruentdir və ya bərabərdir. İndi bunun uyğun tərəfləri nisbəti nədir? Baxaq. Biz A, B, C, D. Uyğun tərəf nisbətindən 2 dənə buradan şey çəkirəm. Nə deyirlər ona? Kvadrat çəkirəm. Dördbucaqlı çəkirəm. Biri bu, biri də bu. Məsələn, görək mi? Məsələn, bunlar bir-birinə oxşuyurlar. Məsəl üçün. Bu olsun A, bu olsun B, bu olsun C, bu olsun D. Bu olsun M, bu olsun N, bu olsun K, bu da olsun L. İndi burada uyğun tərəf nisbəti nədir? Baxın, 2-2 oxuyuruq. AB tərəfinin MN tərəfinə nisbəti. MN-ə. AB-nin MN-ə nisbəti bərabərdir. BC-nin NK-ya nisbəti. CD-nin KL-ə nisbəti və AD-nin də M-L-ə nisbəti bərabər olmalıdır. İndi bu bərabər nətər? Məsəl üçün, bu 24-dür uşaqlar.
Bu 24'dür. Bu olsun. Məsəl üçün 9. Bu 12'dir. Məsələn. Yox, 12 eləməyək də. Məsəl üçün bura 24'dür, 9. 9 eləməyib qoy bunu da. 24 məsəl üçün olsun. 14. 4'də 7 olur da. 24 8 məsələn. Bu olsun. 12 4 bura. Bu hissənin uzunluğu olsun 9. Buranın uzunluğu olsun 3. Buranın uzunluğu 3. Buranın uzunluğu 1. Ne baxarıq? AB'nin uzunluğu 12'dir. 12'nin üzü istəyirəm. AB'nin uzunluğu 24'dür. 24'ün MN'in uzunluğu 8'e nisbət. BC'nin uzunluğu 12'nin NK'nin uzunluğu 4'e nisbət. CD'nin 9'unun KL'in 3'e nisbəti. AD'nin 3'ünün ML 1'e nisbəti. Baxın, 24'ü 8'e bölündə 3 alınır. 12'ni 4'e bölündə 3 alınır. 9'u 3'e bölündə 3 alınır. 3'ü 1'e bölündə 3 alınır. Bunların hamısının nisbəti 3 elədi. Bəli, 3 elədirsə, deməli bunlar oxşar dördbucaqlılardır. Üçbucaqlarda da eyni qaydadır uşaqlar. Oxşar üçbucaqların uyğun bucaqları konqruent, uyğun tərəfləri mütənasibdir. Uyğun tərəf dedikdə nə nəzərdə tuturuq üçbucaqda? Uyğun tərəf dedikdə konqruent bucağın qarşısında duran tərəf nəzərdə tuturuq. Yəni, konqruent bucağın qarşısında duran tərəf nədir? Bunu dəyişək. Yeni bir səhifə açaq. Yaxşı, silək. Bunu bütün nətər silirlər görən. Bu niyə silinmədi? Yeni bir səhifə açaq. Aha. Görün burada nələr var. Aha. Deməli. Üçbucaqlarda. Məsələn. Bir üçbucaq götürək. Estağfurullah. Hə. Belə vur. Aha. Bir dənə üçbucaq götürdük. Bu olsun ABC üçbucağı. Bu da olsun yenə. Məsələn, MNL üçbucağı. Biz deyirik ki, məsələn, ABC üçbucağı ilə MNL üçbucağı oxşardır. Bunlar üçbucaqlar oxşardır. ABC ilə MNL oxşardır. Mən dedim ki, oxşarlıq nədir? Uyğun bucaqlar konqruentdir. Uyğun tərəflər də mütənasibdir. Uyğun tərəflər də dedim, uyğun bucaqların qabağında duran tərəfdir. Burada o deməkdir ki, A bucağı konqruentdir M bucağına. B bucağı konqruentdir N bucağına. C bucağı da konqruentdir L bucağına. Mən niyə C yazdım? L bucağına. Və konqruent budur ki, A bucağı neçə dərəcədirsə, M bucağı da həmin dərəcədir. B bucağı neçədirsə, M bucağı da o qədərdir. Məsələn, A bucağı 30-dursa, M də 30-dur. Bu B 100-dürsə, N da 100-dür. C 30, 100, 50-dirsə, bu da 50-dir. Başa düşdükmü? İndi, bunların uyğun tərəflərin nisbəti nədir, uşaqlar? Məsələn, AB oldu 20. Bu oldu, məsəl üçün, 15. Bu tərəf. Məsələn, bu tərəfdə oldu 10. Məsələn, bura oldu 4, bura oldu 3, burada oldu 2. Eləmi? İndi uyğun tərəflərin nisbəti nədir? A bucağının qabağındakı duran tərəf nədir?
BC. BC tərəfinin A bucağımı yakın quriyyətdə axı. M-nın qabağında duran tərəfə nisbəti n ilə bərabər. B-nin qabağında duran tərəf nədir uşaqlar? AC. B ilə nə konquriyyət idi? N. N-nın qabağında duran tərəf nədir? M-l. Bərabərdir. C bucağının qabağında duran tərəf AB-nin L bucağının qabağında duran M-lə nisbətləri bərabər olmalıdır. Və göstərirəm. İndi. BC qabağında nədir yanıb? 15 dərə. 15 santimetr. 15'in N-nin qabağında nə durub? 3. Eləmi? 3. Bərabərdir. AC-nin qabağında nədir yanıbdır? 10. M-nin qabağında nədir yanıb? 2. AB-nin qabağında nədir yanıb? 20. Yəni, C bucağının qabağında nədir yanıb? 20. AB-nin qiyməti nədir? 20. M-nin neçədir? 4. 15-i 3-ə böl. 5. 12-yə böl. 5. 24-ə böl 5. N cavabı alındı. Bəli, N cavabı alındı. Deməli, mənim ABC 3 bucağımla MNK 3 bucağım oxşardır. Baba, bu xəttə oxşarlıq işarəsidir uşaqlar. Tək belə dalğalı xətt oxşarlıqdır. Və bu uyğun tərəflərin nisbəti götürdüm. Məsəl üçün, BC-nin N ilə götürdüm, AC-nin M ilə götürdüm, AB-nin M ilə götürdüm. Bu uyğun tərəflərin nisbətinə oxşarlıq əmsalı deyilir. Və bunu bir K ədədi ilə, K hərfi ilə işarə edirlər. Və bizim buradakı tapdığımız K oxşarlıq əmsalımız 5-dir. Yaxşımı? Bu da oldu oxşarlıq. Oxşar tutsaqlar və oxşar dörd tutsaqlar. Tutsaqların da öz oxşarlıq xüsusiyyətləri var. Onlar haqqında danışacağım. Bir də var, oxşar çoxbucaqların perimetrləri. Oxşar çoxbucaqlı nədir? Belə bir teorem var ki, əgər mənim iki oxşar çoxbucaqlım varsa, iki oxşar çoxbucaqlığının perimetrlərinin nisbəti onun uyğun tərəflərinin uzunluqları nisbətinə və yaxud da K-ya, yəni oxşarlıq əmsalına bərabərdir. Bu nə deməkdir? Bu həmçinin üçbucaqda da eynidir. Əgər iki oxşar üçbucağın perimetrlərinin nisbəti onun uyğun tərəflərinin uzunluqları nisbətinə bərabərdir. Bu nə deməkdir uşaqlar? Məsəl üçün A, B, C, D bir dənə dördbucaqlım var. Bir də buna oxşar M, N, L, K dördbucaqlım var. Bunlar bir-birlərinə neynirlər? Oxşuyurlar. Mən dedim ki, İki oxşar çoxbucaqlının perimetrləri nisbəti. Bu perimetrin nisbəti nədir uşaqlar? Bunun perimetri nədir? AB üstəgəl BC üstəgəl CD üstəgəl AB AD. Bu perimetri nədir? MN üstəgəl NL üstəgəl LK üstəgəl MK. Baxın, bu perimetri budur. Belə tapılır, yəni bütün tərəflərinin cəmi. Digərində perimetri yenə bütün tərəflərin cəmidir. Deyir ki, bunların perimetrləri bunun tərəflərinin nisbətinə bərabərdir. Biz bayaq necə yazdıq? AB-nin M-nə nisbəti. Bax, yəni AB-nin M-nə nisbəti nədirsə, sən bunun perimetrini tapıb, o birinin perimetrindən böləndə də eyni qiymət alasın. AB-nin M-nə nisbəti, BC-nin N-ilə nisbəti, sonra CD-nin LK-ya nisbəti, həmçinin AD-nin də MK-ya nisbəti. Və bunlar da bir K oxşarlıq əmsalına nədirlər? Bərabərdir. Deməli, oxşarlıq əmsalını K qəbul eləmişik biz və oxşar çoxbucaqların perimetrlərinin nisbəti nəyə bərabərdir uşaqlar? K-ya və yaxud da ki, onun tərəflərinin uzunluqlarının nisbətinə bərabərdir. Bu da oldu bizim oxşar dördbucaqlı və oxşar üçbucaqlı mövzumuz. Gələn dəfə oxşar üçbucağın əlamətlərini, üçbucağın oxşarlıq əlamətlərini sizə keçəcəm.